Herkese selamünaleyküm. Bugün sizlerle birlikte Oktay Fason videolarına bakırıq. Hələ də kanalıma abunə değilsinizsə aşağıdan kanalıma dərhal abunə olub bu videomu da like atmağı unutmayın. Birinci içmeyin, Müslüman ülkesinde arak zavodu olmamalıdır. Ama içirsiniz normal arak için. Allah canı və sağlıq versin. Bu məlumatı əvvəlcədən ver dana. Gətirəm onu. Görürsən məndə keyfiyyətli, yaxşı araq içmək lazımdır. Bəs oturaraq pul qazanmaq. Ay qardaş, Allah rızası üçün yardım eləyin də mənə. Ay qardaş, mən sən kimləri görəndə əsəbləşirəm. Əlin qolun yerində deyil sənin. Hə. Sənlə deyiləm. Ayağın yerində, canın sağlam deyil qardaş. Hə. Sənlə deyiləm də bir dayan. Niyə işləmirsən? Biz də sənin kimi normal insanlarıq da, şükür Allah, biz də işləyib qazanırıq da. Qardaş, belə deyim də, mən oturduğum yerdə qazanmaq istəyirəm. Necə eləyə bilərəm? Baxır nəyə üstə otursan da, hə? Bir yerdə qardaş, beton üstündə oturub nə danışırsan? Pulunu ver, ərinin yazışmalarından xəbərdar. WhatsApp nömrəmizə edilən şikayət əsasında bir nəfərin kişilərin telefonuna qeyri-qanuni yolla müdaxilə etdiyini öyrəndik. Pul müqabilində həmin şəxs qadınlara həyat yoldaşlarını nəzarətdə saxlamağı təklif edir. Elə bir ki, ərinin üzünə tüpür xidməti səhifəmiz var. Ərinin üzünə tüpür. 10 manatlıq xidmətlərimiz vardı. 5 manatlıqdan ancaq yazışmaqla ərlərini yoldan çıxarırdıq. Sübut elirdi ki, bəs sən ərin xəyanət edirdi. Qız səsi 10 manat idi. Qız səsini kim çıxarırdı? Çıxart görüm qız səsini. Mən belə danışırdım, mən məndən. Belə şey var. Nəyə gülürsən, ha? Pulunu ver. Çin avtomobillərinin özəlliyi. Yox, da nə əsəbləşsən? Bu dəqiqədən qoşsam, İbrahim Tatlısesdən qoşacam özdə. İbrahim Tatlısesini aramam, sormam bir daha onu qoş. Hə, aç sağ ol, düz deyirsən. Zor mahnı da, ölürəm də o mahnı üçün. Aha. Qoşdum. Qaqa, bu niyə belə bir Çin dilində oxuyur ki? O niyə oldu ki? İbrahim niyə belə oxuyur ya? Qaqa, Çin maşında nə dil oxumalıdır bəs? Bu, İbrahimi də tərcümə eləyir bu. Hayda. Maşında bu çanqan. 10 manat. Yedə qardaşım, niyə dizlən? Allah yedə gəlib süfrədə ye. Sağ ol. Qardaşım, ye, başına dönərəm. Götür, narahat olma, bir şey ye. Şimdi də baxımda. Bəs sən də 5 manat ödəyərsən şokdan. Yarıya düşdü. Elə bil ki, yarısını ödəyərsən. Bir ay götürürəm. Yedə ye, qardaşım, ye. Ay, olmadı da. Oktay, ay Oktay. Hay can balam. Araba toxumaq istəyərsən. Dostun gilə qonaq gedərsən. Çox sağ ol. Etiraz deyil, əzizim. Vallahi etiraz deyil. Birini də iç, sonra Vallahi 5-ci deyib bayaqdan etiraz deyil. Allah haqqı çox gətirmir də taqadan olaram. Bir dənə bunu da iç, ondan sonra içmə də. Gətir. Allah razı olsun. Problem deyil. Da bayaqdanlar içirəm. Arada kartof zat da içinə. Acından qırıldıq. Neysə, kartof. Azərbaycana səs salacaq rep. Kim sevirsə idmanı 1, 2, 3, 4 Polatdan olacağını 1, 2, 3, 4 idmanı sevirik biz. Ama tema. Adamın sevgilisi olar, adama para çay içməyə, üzənə çayı. Mümkünsə xanıma bir vedrə çay verərdim. Şeylə var nasıyla, o da yoxdur da ayıq. Bəs mürəbbə olaraq? Mürəbbə də ki, çiyəli amma bir banka olsun, bir banka. Qardaş getmə, mümkünsə Üç seçerik. çayını bura çəkin elə. Üçü dost qrupusuz. Amma həqiqətən belə olur da. Yəni üçü dostluqda, ikisi bir olur, biri tək olur. Yəni. Sırayla yer dəyişdirib. Qəşəng. Tema. Zor. Sənə belə baxsam nə edərsən ki? Hər dostun etdiyi o mistik hərəkət. Deyirəm qardaşım, sən əsl dostsan da bura. Kələk kimisən. Kürəyin canlı dedin əni, bura. Məşq edirsən, hə sən? 50 də qurutdu, bomba kimi. Görüşərik də bura. Sağ ol bura. Standart qazaqlı. Salam. Buradan içki içənlərə nə məsləhət verərdiniz? İçki içənlər özünüz bilirsiniz, yeyib içən oğlanlar başqa olur da ana. Buradan yeyib içən qardaşlarıma salamlarımı çatdırıram. Super. Arada içəndə çalışın o turşusu, məzəsi, o qızardılmış baxır, limonu zadı hər şey yanında olsun ki, bir də isti içməyin ha. Soyuq için. Ay qardaş, mən o məsləhəti demirdim. Yəni örnək kimi nə deyə bilərsiniz? Ağrın alim, hə, səhv başa düşdüm, qadın alim. Kasıb gizlin qız yoxlamaq istəyərsən. Boyunbağı. Nə gözəl. Amma söz ver ki, o boyunbağını heç bir zaman boğazından çıxartmayacaqsan. Hara gedirsən get, nə olursa olsun. Söz verirsən? Söz verirəm. Buyur.
Bəyəndin? Ətrafına bax. Bu nə daha Oqtay? Mikrofon deyə bu. Çox bilinir. Şeydə boyunbağı idi. Bir dəqiqə gözlə. Ay bala. Bu boyunbağını mən hədiyyə elədim. Qız gördü, mikrofon var içində. Görsənməyən cıqılısı yox idi biraz. Bildiyim mikrofonu boyunbağı demişdim. Əşrəf Rüyada kimi eləyəmirsən, görsənməz olsun. Ayda. Əlimatda ancaq belə olur. Hə, yaxşı. Əşrəf Rüyada kimi alınmadı, nəysə. Buna bax, məni yoxlamaq istəyir. Borçlu sevgi. Trendin əsl sahibi Lokko. El número 1. Bebé. Lokko. Loco. Ev adam qardaş. Mən sizə belə bir şey deyim də, Türkiyədə bunu tanımayan yoxdur. Burada çölə çıxıram, hətta burada bəzilərin Azərbaycanlıya falan dedikdə Lokko deyir, izləyirik. Zarafat sordu amma sənin haqqındadır. Vay zibi. Neyse dostlar, bu videonun da sonuna geldi. Videomu beğendiyse like atıp aşağıdan da kanalıma abone olmayı unutmayın. Gelen videoda görüşmek üzere ve bunu da unutmayın ki sevilirsiniz.